İndi də Kenan girib bağlatmağa gedirik. Özü də biraz uzağa gedirik. Ez maşındır. Bu şey bilmirəm, tam da bilmirəm. Ağ evi. Ay, itləri var deyirsən. Sən qonşundur, sən niyə utanırsan? Qonşu bunda pavaq məyəndə sən atmalı. Nə əlaqə? Bu nə təbii bölüşdürmədi? Bura qədər gəlmişik ki. Mən başlayacağım. Çıxmalıyam. Buradan onun yarısı evdə olmalı. Hadi gəl. Allah haqqı onun yarısı. Pəncərədən baxırlar deyəcəklər. Zavatır həyətində güləşirsiniz deyəcəklər bu nədir? Biz yürək bura. Kenan'ın atası gördü elə bir doğruğa gəlmiş. Kenan yığ, Kenan. Kənan yürü. Desin ki bir dənə bizim həyətə gəl. Ayşe biləcək. Hadi ya bu oldu böyle. Atası elə bir doğruğa gəlmiş. On salam tərsən. Salam atdıq şu. Yatmamışdın. Yatmamışdın. Bir dənə həyətə düşərdim, bir dənə sənin işin var. Tabii olsa gəllə məndə. Şeydən həyətlərlə. Həyətə düşərdim, sənin işin var. Mən də gəlləm bu şeydən, senin günəyətinə. Papağat. Papağat atmış. Papağı niye görmüşsün? O boyuna pavaq atmışsın. Görməmsən o. Bir obur oldu ya. Atımızı gördü dirine bu. Allah. Elə de oğruyor Allah. Fransız ömrüne hakim bak. Papağat atmış sonra görmüşsün. Oradan böyle gəlmədi məqsəmiz oldu. Ne var ya? Yani... Abi haber veriyorum. Bir obur oldu. Bu papağana, bu kim papağana? Mən. Papağdır ne kadar?